sizi dünyanın 7 möcüzəsindən biri olan Çin səddindən salamlayıram. Bu səddin uzunluğu nə az nə çox 21 min kilometrdən çoxdur. Düşünün, bu səddin tikilməyində milyonlarla insanlar iştirak ediblər və bu gördüyünüz məntəqələr müşahidə məntəqələridir, nəzarət məntəqələri. Bu nəzarət məntəqələrinin hərəsində bir şamaxılı durub. Bu şamaxılılar nəzarət edilmiş aşağı bu oylaqlara ki, buradan bunlara hücum olunsa, onların qarşısı alınsın. Və bunu digərlərinə tüstü ilə, dumanla izah ediblər ki, yəni digər tərəfdən bilsinlər ki, artıq qüvvələr gəlir. Bir də bu dünyanın ən uzun müdafiə olunan, yəni səddidir. Yəni dünyada belə bir sədd yoxdur və hətta bəziləri deyir ki, Marsdan, Yupiterdən də görünür buralar, amma bunlar fərziyyədir sözsüz ki. Buranın tikilisində deyirlər ki, milyonlarla insanlar olduğu üçün sözsüz ki, burada rəhmətə gedənlər də olur və o rəhmətə gedənləri bu gördüyümüz yerin altında dəfn ediblər və ona görə də buranı dünyanın ən uzun məzarlığı da adlandırırlar, amma belə məzarlıq olmur sözsüz ki, bu bir incəsənətdir, bu bir memarlıqdır, bu bir tarixdir. Bu cür səddi, yəni insan necə tikə bilər? İnanın ki, yəni çox böyük bir səddir. Daha ağla gəlməyəcək qədər böyük bir səddir. Yəni bu səddin hündürlüyünə baxın, qalxmağına baxın. Yəni bu dağlarda insan hal-hazırda gəzə bilmir. Ona qalmışdı ki, bu sədləri tikib ərsəyə gətirəsən.